LG markalı paltaryan müştərinin təmir zamanı belə bir sualı yarandı. Onu çəkirəm ki, siz də məlumatlı olasınız. Deyir ki, paltaryanım təmiz yumur, nədən olar? Deyirəm, su qızdırıcı problemi ola bilər. Deyir, amma suyu qızdırır, qaynar eləyir. Baxın, bu problem varsa sizdə diqqətlə axıra qədər qulaq asın. Əgər siz paltaryanın təmiz yumamağını sırf proqramları düz seçməməyinizdən olur. Çox adamlar belə eləyir. Deyir, mən ömrü boyu 1 saat, ya hər şeyi yarım saata yuyuram. Belə şey mümkün deyil. Belə istifadə eləməyin. Bu müştəriyə də sual verirəm ki, siz proqramları harda yuyursunuz? Deyir, həmişə yarım saatlıqda. Əgər bu paltaryan icad olunanda yarım saatlığı hamısına qoyacaqsa, bu qədər proqramlar nəyə qoyula bilərdi? Ona görə hər paltaryanın, hər materialın, hər kiloqramın özünə uyğun proqramı var. Yarım saatlıq az kirli 1 kilo yarıma qədər tərli paltarlar yuya bilərsiniz. Amma burada hamısının adı yazılıb. Nəyi yuyursunuz material olaraq? Düz seçin. Düz seçmədiyiniz halda kirli qalır, təmiz qalmır. Necə qoymusunuz elə də götürürsünüz. Yəni bunu çəkdim çünki təmir zamanı müştərinin şikayəti oldu və sizə məlumatlandırıram ki, maariflənəsiniz. Hər şey yarım saatlıqda yuyulmaz. Bu düzgün deyil. Proqramları düz seçin ki, paltaryanınız tərtəmiz, çiçək kimi yusun, versin sizə. Bir də deyir ki, elə adamlar var deyir ki, məndə LG-dir, amma təmiz yumur. Yox. Ən yaxşı paltaryan yuyanda, işləyəndə LG-dir. Bu problemin varsa, ya sən düzgün yanaşmırsan yumanın qaydalarına, ya da bunun problemi var, təmir olunmalıdır. Yəni müraciət edə bilərsiniz, bizə sizə texniki kömək edə bilərik. Sual-cavab və aydınlaşdıra bilərik ki, sizdə əslində problem nədən ibarətdir? Kimin təmirlə də bağlı sualı varsa, nömrə səhifədə var. Zəng eləyin, həll eləyəyin, verəyin. Görülən işlərə 6 ay zəmanət yazılı surətdə qarantiya verilir. Özünüzə yaxşı baxın.